Azərbaycan və Türkiyə bir-birinə qarşılıqlı hərbi yardım göstərəcək memorandum imzaladı. Tərəflərdən biri silahlı təcavüzə məruz qaldığı halda, digər tərəf ona hərbi yardım göstərəcək. Məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında qarşılıqlı hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair memorandumu təsdiqləyib. Memorandum daha əvvəl Türkiyənin İstanbul şəhərində imzalanmışdı və artıq hüquqi qüvvəyə minib. Sənəddə qeyd olunur ki, tərəflərdən birinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən silahlı hücum baş verərsə, digər tərəf dərhal lazımi yardım göstərmək üçün qarşılıqlı məsləhətləşmələr aparacaq. Bu yardım hərbi, texniki və digər müdafiə tədbirlərini əhatə edə bilər. Memorandumda həmçinin hərbi sahədə koordinasiyanın gücləndirilməsi, birgə təlimlərin keçirilməsi, hərbi məlumat və təcrübə mübadiləsi, müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur. Tərəflər regional və beynəlxalq təhlükəsizlik məsələlərində bir-birinin mövqelərini dəstəkləməyi öhdələrinə götürür. Sənəddə vurğulanır ki, qarşılıqlı hərbi yardım beynəlxalq hüququn normalarına, xüsusilə BMT nizamnaməsinin özünü müdafiə hüququnu nəzərdə tutan müddəalarına uyğun şəkildə həyata keçiriləcək. Memorandum üçüncü ölkələrə qarşı yönəlməyib və müdafiə xarakteri daşıyır. Rəsmi dairələr bu sənədi Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətlərinin daha da möhkəmlənməsi kimi qiymətləndirir. Qeyd olunur ki, yeni memorandum iki ölkənin təhlükəsizlik sahəsində əməkdaşlığını daha sistemli və hüquqi əsaslı formaya salır. Ekspertlərin fikrincə, bu addım regionda təhlükəsizlik balansına təsir göstərəcək və Azərbaycanla Türkiyənin bir millət, iki dövlət prinsipi daha da möhkəmlənəcək. İki dövlət prinsipinə əsaslanan strateji tərəfdaşlığını praktiki müstəvidə daha da gücləndirəcək.